Salam, hər vaxtınız xeyir olsun, əziz Planet FM dinləyiciləri. Bu andan etibarən zaman maşınında səyahətimiz başlayır. Yenə də çox maraqlı bir həm söhbətlə, çox maraqlı mövzu ətrafında söhbət edəcəyik. Elə təsadüf alınır ki, düz dedilər, həyatda təsadüflər yoxdur, hər şey zərurətdən doğur. Amma bu gün də Ümumdünya Biomüxtəliflik günüdür və biomüxtəlifliyin ekosistemin qorunub saxlanmasında, ümumiyyətlə bizim mövcudluğumuzda əvəzolunmaz rolu var. Və biz də bugün münasibətilə qərara gəldik ki, daha bir alimlə bugün zaman maşınında həmsöhbət olaq və biomüxtəliflik nədir? Ümumiyyətlə, xüsusən bitkilərin, canlı orqanizmlərin bizim həyatımızda ekosistemin qorunub saxlanmasında hansı rolu var? Bu barədə söhbət edək. Beləliklə, bugünkü həmsöhbətim Tubu xanım Qasımzadədir. Biologiya elmləri doktorudur və mən sizə salamlayıram Tubu xanım. Xoş gəlmisiniz. Xoş gününüz olsun. Mən də bu bayram günü məni bura dəvət etdiyinizə görə sizə təşəkkür edirəm. Sizə təzə yaranmış bu kanala böyük uğurlar arzulayıram. Bu çox xoş bir hadisədir ki, belə maarifləndirici bir kanal yaradılıb və mən ümid edirəm ki, bu bizim birinci və axırıncı görüşlərimizdən biri olacaq. Təşəkkürümü bildirirəm və sizin barənizdə məlumat oxudum dünən mən. Əslində çox belə deyim də nailiyyətləriniz var, uğurlarınız var və onları sadalasam efir müddəti təəssüf ki məhduddur, amma onlardan bəzilərini qeyd etmək istəyirəm. Siz 2 kitab, 1 monoqrafiya müəllifisiz, 1 metodik vəsaitin müəllifisiz, Azərbaycan və ingilis dillərində, ümumiyyətlə ingilis və rus dillərində mükəmməl bilirsiniz. 134 elmi əsərin müəllifidir Tubu xanım. Bir ixtirası var, 100-ə yaxın beynəlxalq elmi konfrans və simpoziumda iştirak edib. Və çox şadam ki, bizim bu cür alimlərimiz var. Nə yaxşı ki, onlar Azərbaycan elminin inkişafına öz töhfələrini verirlər. Və sizinlə söhbətə təbii ki, bitkilərdən başlamaq istəyirəm Tubu xanım. Bitkilər ümumiyyətlə iqlim dəyişikliyinə necə reaksiya verirlər və iqlim dəyişikliyinin bu cür qlobal miqyasda baş verməsi bitkilər aləminə necə təsir göstərir və xüsusən hansı növlər iqlim dəyişikliyinə qarşı daha həssasdırlar? Çox sağ olun sualınıza görə, çox maraqlı sualdır. İcazənizlə mən bir balaca belə bir giriş etmək istəyərdim. Biz bugün Beynəlxalq Biomüxtəliflik günündə görüşürük. Biomüxtəliflik deyəndə, yəni bioloji müxtəliflik. O nə deməkdir? Yəni adi dinləyici bizi anlasın və darıxmasın deyə. Bioloji müxtəliflik deyəndə biz ümumiyyətlə bütün canlı aləmi nəzərdə tuturuq. İnsanlar, bitkilər, heyvanlar, mikroorqanizmlər, bakteriyalar, yəni hər bir ətraf mühitdə canlı olan bir şey. Amma mən buna mütləq əlavə edərdim torpaq, su və hava. Çünki ümumi harmoniya olmasa bu anlayışlar arasında, bu vəhdətlər arasında həyat olmaz. Həyatdan danışmaq olmaz. Biz yalnız bitkidən, yalnız heyvandan, yalnız hansı orqanizmlərdən danışsaq o düz olmaz. Çünki biz hamımız bir ümumi simbiozda yaşayırıq. Və o simbiyoz, məsəl üçün, həmin o bizim həyatımızı təşkil edir. Ümumiyyətlə, bu Beynəlxalq Biomüxtəliflik günü ilk dəfə olaraq 22 may 2008-ci ildə Kenyanın Nairobi şəhərində keçirilən konfransda deməli təsis olunmuşdur və biomüxtəlifliyin qorunması ilə bağlı ilk dəfə olaraq konvensiya deməli qəbul edilmişdir və Azərbaycan məhz o konvensiyaya 2000-ci ildən qoşulub və artıq 25 ildəki o konvensiya Azərbaycanda və biomüxtəlifliyi ilə bağlı müvafiq milli proqramlar, qanunlar, müxtəlif deməli fəaliyyət planları qəbul olunmuşdur. Biz əgər bitki aləmindən danışırıqsa, ümumiyyətlə bitkilər, onlar inanın mənə ki, bəzi insanlar deyirlər ki, yox, heyvan canlıdır, bitki canlı deyil. Hayır, bitki ən böyük canlı orqanizmlərdən biridir. Çünki bitkilərin sayəsində, əgər bizim orqanizmdə ağciyərin hesabına biz nəfəs alırıqsa, dünya bitkilərin hesabına nəfəs alır. Bitkilər planetin ağciyəridir. Və elə bitkilər var ki, onlarla biraz danışmasan, onlara bir xoş söz deməsən, onlar kövrəlirlər. Bitkilər insanın, yanında olan insanın, inanın mənə ki, xəstəliyini, depressiyasını, onu belə hiss edirlər. Bitki aləmində olan hər bir nümayəndə o dərəcədə canlıdır. Bir gözəl atalar sözümüz var. Bağa baxarsan, bağ olar, baxmazsan, dağ olar. Yəni,
bitki aləmi olsun, heyvanat aləmi olsun, insanların özü olsun, əgər o qayğını görməsələr, dağ olacaq, bağ olmayacaq. Azərbaycan florasından biz danışsaq, ümumiyyətlə Qafqaz regionunda bitki aləmi Azərbaycan florasında ən zənginlərdən biridir. 4500 növdən artıq bizdə bitki var Azərbaycanda. 11 iqlim zonasından 9-u Azərbaycanda mövcuddur. Subtropiklardan başlayaraq subalp və alp dağlarına qədər uzanır. Səhra, yarım səhra bitkiliyi. Yəni istənilən növ, istənilən bitki tipi Azərbaycanda tapıla bilər. Hətta belə deyim də, bizə məxsus subtropik zonada, Lənkəran zonasında bugün kivilər, bananlar belə böyüyür. Mən deyərdim ki, mən aliməm, amma ilk növbədə insanam. Mən deyərdim ki, Tanrı, hansısa qüvvə Azərbaycanı o dərəcədə çox sevir ki, Azərbaycanın torpağı o dərəcədə münbitdir ki, istənilən bitki bu torpağı qəbul edir və istənilən, belə deyim də, gətirilmə bitkilər, ona introduksiya edirlər. Yəni, digər ölkələrdən gətirilmə bitkilər introduksiya olunanda demək olar ki, 80-90% Azərbaycanda tutur və qəbul edir bu torpağı, qəbul edir bu mühiti. Azərbaycanda 600-ə yaxın endem növləri var. Endem nə deməkdir? Yalnız Azərbaycana, yalnız müvafiq hansısa əraziyə məxsus olan bitkilər. Ondan 168-i Azərbaycan endemidir, 432-si Qafqaz endemidir. Azərbaycanın florası çox zəngindir. Amma ona baxmayaraq, əlbəttə ki, bizim hansısa, belə deyim də, bir balaca problemli məqamlarımız da var. Çünki siz bilirsiniz ki, 2023-cü ildə ilk dəfə olaraq, üzr istəyirəm, 3-cü dəfə olaraq artıq Azərbaycanın qırmızı kitabı nəşr olunmuşdur. Ümumiyyətlə, qırmızı kitab deyilən bir şey, qırmızı siyahı deyilən bir şey ilk dəfə olaraq keçən əsrin 60-cı illərində icad olunmuşdu. Beynəlxalq, deməli, Təbiəti Qoruma Şurası tərəfindən IUCN və onlar konkret öz meyarlarına görə ilk dəfə olaraq dünyada qırmızı siyahı deyilən bir şey tərtib etmişdilər və o qırmızı siyahılar səbəbi nə idi? Dünya səviyyəsində müvafiq zonalarda artıq bitki növlərinin və heyvan növlərinin, indi biz əsas bitkilərdən danışırıq, 90%-dən artığı məhv olma olurdu. Latin Amerikasıdır, Karib adalarıdır və belə bir ilk dəfə olaraq siyahı onlar tərtib etmişdilər. 158 növdən artıq o siyahıya bitki salınmışdı və məhz 1977-ci ildə ilk dəfə olaraq Ulu Öndər Heydər Əliyev tərəfindən belə bir sərəncam vermişdi ki, Azərbaycan SSR-in qırmızı kitabı yaradılsın və onun birinci nəşri 1989-cu ildə, yəni 10 ildən bir qırmızı kitab tərtib olunur. Deməli, tərtib olunmuşdu. O vaxt üçün, deməli, birinci nəşrdə elə də yəni çox deyildi, belə deyim də, bitki növləri. Amma artıq 2013-cü ildə növbəti dəfə qırmızı kitab çıxanda növlərin sayı heyvanat aləmində, faunada 223-ə çatmışdı, florada 300-ə. Çox maraqlı üstdən Tuğxan. Orada hansı meyarlar nəzərə alınır? Bitkinin arealının azalması, yoxsa tamamilə arealın azalması, sayı azalması, nə dərəcədə nadir halda o rast gəlinir. Ondan əlavə morfoloji göstəriciləri, vegetasiya periodu, yəni orada meyarlar çoxdur. Mən nəyə gətirdim? Meyarlara toxundunuz və məhz 2023-cü ildə artıq qırmızı kitabın 3-cü nəşri hazırlananda ilk dəfə olaraq IUCN-in, bayaq dediyim təşkilatın qiymətləndirmə meyarları istifadə olunmuşdu və qırmızı kitab Azərbaycan ingilis dillərində çıxmışdı. Artıq o kitabda təəssüf olsun ki, 400 növ bitki və 241 növ fauna, deməli, heyvan növü daxil olunmuşdur. Bir tərəfdən sevindirici hal idi ki, 20 növ 2013-cü illə müqayisədə çıxarılmışdı. Çünki artıq onlar yayılmışdılar geniş, çoxaldılmışdılar. Məhv olma təhlükəsi aradan qalxmış. Bəli. Amma eyni də zamanda ilk dəfə olaraq çahrayı siyahı deyilən bir şey tərtib olunmuşdu. Çahrayı siyahı nə deməkdir? Yəni o növlər hələ ki itmir.
Onlar hələ ki var, amma sayı çox azalıb deyə o növlər belə deyim də rejim səviyyəsindədir və onlar növbəti qırmızı kitabın dərci üçün yoxlanacaq ki, bu 60 növ, yəni məhv olsa, itsə, nadir olsa, növbəti deməli artıq da nəşrdə onlar deməli göstəriləcəklər. Hələ ki çahrayı siyahı da elə də çox deyil, cəmsi 60 növdür. Amma ümumi götürsək, nəzərə alsaq ki, ərazi baxımından floradan zəngin olsaq da ərazi baxımından o dərəcədə böyük ölkə deyil, yəni 60 növdə az say deyil. Əziz dinləyicilərimiz, Zaman Maşınında Ümumdünya Biomüxtəliflik günündə biologiya elmləri doktoru Tubu xanım Qasımzadə ilə. Əziz dinləyicilərimiz, söhbətimizi davam etdiririk. Biomüxtəliflik günündə biologiya elmləri doktoru Tubu xanım Qasımzadə. Bu gün mənimlə həm söhbətdir və Tubu xanım, bu genetik modifikasiya olunmuş bitkilərdən istəyirəm danışaq. Hansı məqsəd daşıyır? Birinci bu. Bəzən bunu zərərvericilərlə mübarizə kimi təqdim edirlər. Güya ki, məsələn, hər hansı bir bitkiyə, hər hansı bir həşəratın geni vurulursa, dəyişdirilirsə həmin bitkinin DNT quruluşu, güya ki, həmin həşərat tərəfindən o bitkiyə qarşı aqressiv münasibət olmayacaq, həm kannibalizmə qədər gedir çıxır və bütün bunlar mifdir, yoxsa həqiqətdir? Nə qədər təhlükəlidir genetik modifikasiya olunmuş qidadan istifadə etmək? Çox qəşəng sualınızda ətraflı özünüz də məlumat verdiniz bu barədə. Ümumiyyətlə bilirsiniz, hər bir medalın iki tərəfi var. Bəli. Əgər bu gün biz gen modifikasiya olunmuş ərzaqlardan danışırıqsa, xüsusi olaraq meyvə tərəvəzdən danışırıqsa, əsas məqsəd alimlərdə necə ki vaxtilə Miçulin və Vavilovun arasında belə deyim də qarşıdurmalar olurdu. Eyni cürdə bu gen modifikasiya olunmuş ərzaqlara qarşı müsbət yanaşma var, mənfi yanaşma var. Müsbət yanaşma ondan ibarətdir ki, bunu icad edən alimlər hesab edirdilər ki, onlar daha dayanıqlı ərzaqlar tərtib ediblər və bu hardasa aclığın və qida təhlükəsizliyin və qıtlığın dünyada belə deyim, sayını azaldacaq. Bu fikirləşilən müsbət gözlənilən bir qiymət idi. Amma fakt olaraq əgər hansısa belə deyim həşəratın, olsun ərəbin, olsun hansısa başqa bir orqanizmin DNT-si vasitəsilə digər hansısa, məsəl üçün alma götürək ya tomat götürək, gen modifikasiyası olunursa və DNT-si dəyişdirilirsə və əgər həmən bu produktda o sırf ancaq müsbət tərəf göstərmir, çünki onun dayanıqlı olmağına səbəb olsa da onun öz tərkibini və quruluşunu dəyişir və hətta indiki bəzən olur hallarda biz istifadə etdiyimiz qidaları görürük ki, yəni dadı yoxdur. Harada da vaxtilə olan məşhur Bakının zirə pomidorları və bugün satışda olan tomatlar. Fərq çox böyükdür. Amma yəni mənfi tərəf nədir? Əgər gen modifikasiya olunur hansısa ərzaqda, o ərzağı qəbul edən insanın orqanizmində də mütləq hansısa müvafiq dəyişikliklər olunur. Hansısa alimlər bunu dəstəkləyir, hansısa alimlər bunu inkar edir, razı deyil. Mən şəxsən subyektiv fikrimlə tərəfdaşı deyiləm bu məsələnin və məni çox sevindirir ki, hələ 10 il bundan öncə Azərbaycan Respublikasının rəhbərliyi tərəfindən, möhtərəm cənab prezident İlham Əliyev tərəfindən ilk dəfə olaraq bu toxumlar Azərbaycana gətirilməyə başlayanda buna qəti qadağa qoyuldu. Bizdə xüsusi qanun qəbul olundu, gen modifikasiya olunmuş bitkilərlə bağlı, ərzaqlarla bağlı və buna qadağa qoyuldu. Mən çox sevinirəm ki, bax, ölkə rəhbərliyi bu məsələ başlayan andan bunun belə deyim, digər tərəfini anlayaraq bunun qabağını saxladılar. Yəni burada hansısa iqtisadi gəlir, maliyyə əsas götürülmədi. Məhz əhalisinin həyatı, gələcəyi, sağlamlığı ilk növbədə əsas kimi götürüldü. Çünki hər hansı bir iqtisadi inkişafdan biz danışsaq belə, ekoloji tarazlıq olmasa, inanın mənə, heç bir iqtisadi inkişaf, heç bir müsbət gəlir sonda gətirməyəcək. Və mənə bu çox sevindirir ki, bugün Azərbaycanda qadağa var və nə o toxumlar, nə o produktlar satışda yoxdur. Bəlkə haçansa ilk partiyalardan vaxtı ilə gətirilən toxumlar hardasa qalıb, halbuki qanunla onlar hamısı məhv olunmuşdu. İndi bəlkə də kim nəsə, hansısa bir kənddə də nəsəsə qalıbsa və hardasa satışda olub vaxtı ilə.
sevindirici haldır ki, onlar hamısı məhv olunub və belə bir ərzaqların, toxumların Azərbaycana gətirilməsi bu gün artıq cinayət məsuliyyətinə cəlb olunur. Bu çox sevindirici haldır. Ümumiyyətlə Tuğba xanım, bu bazar iqtisadiyyatının öz qaydaları var da. Məsələn, yaşıl marketinqində çox dəbdədir və bəzən görürük mətbuatda da, dünya mətbuatına çıxır. Məsələn, superfoodlar, super qidalar, nə bilim, qulançar məsələn superfooddur, insan orqanizminə çox xeyirlidir, faydalıdır və yaxud da nə bilim kenoya toxumları haqqında bir də görürsüz. Bəli, chia toxumları haqqında onların əvəz olunmaz enerji mənbəyi olduğu haqqında məlumat verilir. Amma əslində bütün bitkilər, bütün yəni təbii olaraq yetişdirilən və torpaqdan əldə etdiyimiz bütün qidalar hamısı superfooddur. Yəni onların hər hansı birinin marketinq xüsusiyyətlərinin qabardılması və xüsusi olaraq belə insanlara təklif olunması bu bazar iqtisadiyyatının əvəz olunmaz qanunlarından biridir. Əslində biz təbii yolla yetişdirilən bitkilərdən, qidalardan istifadə etsək, düz deyirlər ki, biz artıq torpaq qatını da məhv etmişik və o minerallar torpaqda əvvəlki qədər torpaq minerallarla zəngin deyil və məhz qidaların dadının əvvəlki kimi olmamağının əsas səbəblərindən də biri budur. Çünki torpaq qatı məhv olunub artıq. Üstəlik bizim kimi, yəni uzun müddət ərazisinin bir hissəsi işğal altında olan dövlətlər var dünyada və biz bu ekoloji terrorun qurbanları olmuşuq. Bunu öz üzərimizdə görmüşük. Nə yaxşı 2020-ci ildə 44 günlük vətən müharibəsi nəticəsində biz həmən torpaqları azad etdik. Çünki Qarabağ və Şərqi Zəngəzur zonası, bunu hələ Mirzə Fətəli Axundzadə yazmışdı da. Bəli. Vaxtilə Monsieur Jordan və Dərviş Məsləhət Şah haqqında olan pyesində. Yəni əbəs yerə düşünürəm ki, Qarabağın endemik bitkiləri barədə orada vurğulamamışdı bu məsələni. İstəyirəm bu mövzuya da toxunaq biraz. İlk növbədə bu mövzuya toxundunuz. İcazənizlə mən o 44 günü həyatlarını qurban verən şəhidlərimizin ruhlarına bir rəhmət oxumaq istəyərdim. Çünki məhz onların və bugün yaşayan qazilərin hesabına biz o torpaqlara qaytarmışıq. Bizim Ali Baş Komandanın çox böyük bir uzaq görən siyasəti, qayğıkeşliyi, mən deyərdim ki, tarixdə ikinci şəxsdir ki, Azərbaycana torpaqları qaytardı. Düzdür, şəhid vermişik, amma şəhidsiz müharibə olmur. Bugün düzdür, Qarabağ bizə qayıdıb və Qarabağın bərpası gedir. Sırf alimlik baxımından mən onun qiymətini verə bilərdim. Bəli, dəhşətli şəkildə ekoloji terrora məhsus qalıb o 30 il ərzində o ərazilər. Mən uzağa getməyim. Araz çayın Oxçu çay qolu, Körün Ağstafa çay qolu, molibden tullantıları ilə Ermənistan tərəfdən onların atom elektrik stansiyası tərəfindən olan tullantılarla onlar hamısı çirkləndirilib. Onlar gəlir Araza Kürə, oradan gedir Həzərə və artıq bu sırf Azərbaycanın problemi yox. Artıq bu 5 Həzər daxili, Həzər ətrafı ölkələrin probleminə çevrilir. Bu artıq regionaldan qlobal problemə çevrilir. Yandırılmış meşələr, ayı fındığı meşələri Kəlbəcər zonasında, Laçında, Ağdərədə olan meşələr, məhv olunmuş meşələr. Yəni dağıdıb sata bilmədiklərində də gedə-gedə yandırıb gedən bir var-varalardır. Mən başa düşürəm ki, hər bir müharibənin sonu gecə-tezə sülhdür. Vaxtilə Alman, Sovet məkanı arasında müharibə olmuşdu, faşist Germaniyası olmuşdu. Zaman keçir, ölkələr arasında hansısa münasibətlər yaranır, amma bu yaradıqları var-varlıq, bu artıq mən deyərdim ki, gerostat kompleksi idi ki, yəni heç cür tarixdə qala bilmirəmsə, qoy heç olmasa yandırım gedim, məhv edim gedim. Pis mənada qalım tarixdə. Pis mənada qalım tarixdə, çünki yaxşılıqla ən azı canı yanan bir kəs, yəni 30 il ərzində o torpağa, o bitki aləminə, o gözəlliyə canı yanan o elədiklərini eləməzdi. Ümumiyyətlə münaqişənin başlaması da elə Topxana meşəsinin yandırılması başlamışdı. Hər şey Topxana meşəsindən başlamışdı. Yəni nəyə görsə ekoloji terrorla başlamışdı hər şey. Yəqin ki, başqa bir şeyə qadir deyillər. Mən başqa bir söz onlar üçün deyə bilmərəm. Bugün çox sevindirici haldır ki, Qarabağ və Şərqi Zəngəzur ərazisində artıq çox saylı qorunan ərazilər, xüsusi qorunan ərazilər, qoruqlar, yasallıqlar yaradılır Bəstiçay ərazisində. Yəni bərpa işləri çox kütləvi halda gedir. Yəni ki, bu həqiqətən sevindirir insanı. Biz tək tikintidən danışmırıq. Yəni insanların yaşayışı üçün hansı şəraitlər yaradıldığı halda o mütləq ətrafı,
o həmin meşələrin bərpası gedir, xüsusi yaşıllıqlar salınır. Məsəl üçün o zonada, yəni mən deyərdim ki, bildiyimə görə, yəni ümumi 2 milyondan artıq Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ağaclar əkilir, 1 milyona yaxın SOCAR tərəfindən əkilir. Yəni ümumi biz Azərbaycanı götürsək, bizim cəmisi 12%-a yaxın ərazimiz meşə altındadır. Elə bir böyük rəqəm deyil. Və ən çox, ən zəngin meşə zonası məhz Qarabağa məxsus idi. Onlar da şükür ki, tam məhv olunmayıb, amma ürəyi açan belə deyim də vəziyyətdə deyillər hələ ki. Və bizim alimlər tərəfindən xüsusi olaraq Azərbaycan Respublikası Elm Təhsil Nazirliyinin Botanika İnstitutunun əməkdaşları çox saylı ekspedisiyalara gedib, yəni mümkün olan ərazilərə də, minadan təmizlənmiş ərazilərə, bu son qırmızı kitaba da bir yaxda danışdığıma artıq Qarabağdan növlər də salınıb. Yəni bu sevindirici haldır. Amma yəni fakt olaraq ekoloji terror məsələsi biz dayanmadan onu dünya səviyyəsində qaldırmalıyıq. Bəli, Ekologiya Təbii Sərvətlər Nazirliyi dəfələrlə dünya səviyyəsində, Avropa məhkəməsində, BMT səviyyəsində bu məsələni qalxızıb, nələrəsə nail ola bilmişik, nələrəsə hələ ki nail olmaq yolundayıq, inşallah olarıq. Amma bu məsələ yəni belə qalmamalıdır. Çünki təsəvvür edin ki, yəni 1,7 milyon hektar ərazidə ziyan dəymişdi. Çox böyük ərazidir. O həddən artıq böyük ərazidir. Çünki demək olar ki, bu 20%-dən artıq ərazi, zəbt olunan ərazi, olan bütün əraziyə ziyan dəyilmişdi. Yəni özlərinin Xankəndi ətrafında yaşayan ərazini çıxsaq, digər bütün ərazilərə onlar yalnız ziyan gətiriblər, var-varcasına istifadə ediblər, yəni tək nəsə qazanc əldə edib. Bunun sabahını, gələcəyini fikirləşməyiblər. Yəqin ki, biliblər ki, özlərinə qalmayacaq, gec-tez bu qaytarılacaq. Ona görə də belə var-varcasına münasibət göstəriblər. Təəssüf ki. Amma bir sevindirici məqam var ki, bütün bu məsələlərdə Qarabağ bərpa olunur, yaşıl enerji zonası elan olunur və siz dediyiniz kimi də orada endemik bitki növləri yenidən bərpa olunur və bütün bu ekosistemin bərpası əslində bütün Azərbaycanın, suveren Azərbaycanın, Şərqi Zəngəzur, Naxçıvan Muxtar Respublikası yaşıl zona kimi elan olunub. Yaşıl enerji mənbələri orada ən çoxdur və inşallah əminəm ki, onlar eksport olunacaq və Azərbaycan tək neftin hesabına yox, artıq yəni bütün onun üçün şəraitimiz var. Külək baxımından, bitki örtüyü baxımından yaşıl enerjiyə də biz belə deyim də bir mənbə kimi ondan da qazanc gətirəcəyik. Ümumiyyətlə gələcəyin istiqaməti budur. Yaşıl enerji, ekoloji layihələr gələcəyin istiqaməti bax bu istiqamətdədir. Mən hətta deyərdim ki, əslində bu keçmişin, indikinin və gələcəyin layihələridir və inkişafıdır. Çünki yenə deyim, o qarmoniya olmasa, o maksimum təbiətdə olan təbii resurslardan biz istifadə etməsək, yəni nəyəsə yalnız neftə ya başqa resurslara ümidlənmək düz olmazdı. Və artıq günü bugün, yəni deyərdim ki, heç Avropanın, Amerikanın özündə hələ bu dərəcədə inkişaf eləməyib bu sahədə. Azərbaycana buna bu qədər diqqət yetirilib və artıq 2024-cü il bildiyiniz kimi Yaşıl Dünya Həmrəylik naminə elan olunmuşdu və çox saylı tədbirlər, alimlərin bir yerə yığışması, dünya alimlərinin dəvət olunması. Yəni dünyanın əsas iqlim tədbiri COP29 keçirilir. COP29 belə biz ona yavaş-yavaş yaxınlaşırdıq və nəticə kimi məhz COP29-un bu regionda, Azərbaycanda keçirilməsi, baxmayaraq ki, hansısa dövlətlər çalışırdı onu boykot eləməyə, çalışırdı o tədbiri ləğv elətdirməyə, alınmadı. Və mən özüm COP29-unun hər bir günün iştirakçısı kimi və ən çox xaricilərlə ünsiyyətdə Blue Zonada olduğum bir alimi də qoyum, bir insan kimi, vətəndaş kimi mən qürur duyurdum. Çünki hətta mənfi bir belə deyim, münasibətlə bura gələn adamlar buradan gedəndə çox müsbət bir təsərrüfatla getdilər buradan ki, bəli, buradan getdilər çünki onlar gələndə bir şey görməyə gözləyirdilər ki, bir şey görəcəklər. Amma buradan gedəndə tamamilə başqa bir nailiyyətlər gördülər, insani münasibətlər gördülər, insanlarımızı tanıdılar və əlbəttə ki, belə bir möhtərəm bir tədbirin keçirilməsi yenə deyirəm də Azərbaycan siyasətinin ən böyük uğurlarından biri sayıla bilər. İnşallah mən ümid edirəm ki, bu birinci bizim kopumuz idi, amma axırıncı kopumuz olmayacaq. Və Tobuq xanım, gəlmək istəyən bu şəhər mühitində yetişdirilən bitkilərə, məsələn, Bakı şəhərinin
flora aləmini, belə deyək, bitki aləmini siz nə dərəcədə qiymətləndirirsiniz? Nə dərəcədə Bakının bitki təsərrüfatı, bitki yaşıllığı uğurludur demək olar? Çünki biz bilirik ki, Bakı Abşeron yarımadası yarımsəhra çöl iqlimidir. Burada nəsə yetişdirmək çox çətin məsələdir və Abşeronun özünün endemik bitkiləri vardır. Məsələn, zeytunlardır, əncirlərdir, üzüm, meynələrdir, bəli. Onlar burada rahatlıqla yetişir. Albalı ağaclarıdır. Amma məsələn, bizim iqlimə xas olmayan Bakıda biz palma ağacları da görürük. Nə bilim, müasir zamanın tələbi. Və bəzən bu xüsusilə ağacların tozlanması mövsümündə o tozcuqların havada uçmağını görürük. Bu nə dərəcə doğrudur? Məsələn, şəhər mühitində bu cür ağacların əkilməsi və ümumiyyətlə şəhər deyəndə hansı ağaclar olmalıdır? Məsələn, qubernator bağı vaxtilə indiki Filarmoniya bağı salınanda, ora bilirəm ki, xüsusi torpaq qatı gətiriblər. Çünki Bakının torpağı demək olar ki, əlverişsiz idi orada nəsə əkmək üçün. Xüsusi qara torpaq gətirilib, o ağaclar orada salınıb. Çox gözəl bir bağdır. Və yaxud da nəbatat bağı istifadəyə verildi. Orada qeyd ki, nəbatat bağı ilk dəfə olaraq 1919-cu ildə Alman alimi Grossgame tərəfindən yaradılmışdı. O vaxt Bakıdan, şəhərdən çox kənar bir ərazi sayılan indiki Patandart ərazisində və orada torpaqlar gətirirdilər. Qara torpaqlar, Lənkəran zonasından sarı torpaqlar, münbit torpaqlar gətirildi ki, təkcə Abşerona məxsus olan bitkilər yox, dünyanın Bakı milyarderlərinin hesabına dünyanın istənilən hissəsindən bitkilər gətizdirildi və o vaxt Grossgame bu bağı salmışdı. Və üstəlik Nobel qardaşlar indiki Ağşəhərin ərazisində, Villa Petroli onların ərazisində indiki Nizami adına istirahət parkıdır. Bax, orada da ağaclar əkilmiş. Bir sözlə, yəni Bakıda hansı ağaclar əkilməlidir və Bakının yaşıllığı nə dərəcədə uğurludur? Bu suala istəyirəm cavab verəsiniz. Mən belə deyim, ilk cümləm ulu öndərə məxsus olan bir cümlə olacaq. Hansısa ağacı kəsəndə hesab edirəm ki, mənim əlimi kəsirlər. Məncə bu cümlə ilə artıq hər şey deyilir və təəssüf ki, bir müddət Bakı ərazisində, Abşeron ərazisində kütləvi halda ağac kəsmə faktları ilə biz üzləşirdik. Mən özüm dəfələrlə olub ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qaynar həddinə zəng vurub hansısa kəsmələrin qabağını saxlamışam. Bugün də efirdən demək istəyirəm ki, bizim IDEA təşkilatımız var. 2011-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım tərəfindən təşkil olunub. Onların qaynar həddi var. Mən xahiş edirəm, hamı onu eşitsin. 11, 13 belə bir hadisələr görəndə mütləq zəng vursunlar. IDEA təşkilatı tərəfindən 1000-ə yaxın hadisənin qabağı saxlanılıb və ağac kəsməyə imkan verilməyib. Bugün üçün bəli, hansısa müasir, belə deyim də, müasir dünya və kurortlara oxşamaq baxımından biz görürük ki, xüsusi olaraq Həzər sahili ətrafı palmalar əkilir. Mən demirəm, onlar əkilə bilər, bu introduksiyadır, onlar gətirilə bilər, amma əraziyə məxsus olan bitkilərin məhvi hesabına yox. Əlavə olaraq onlar əkilə bilər. Amma bizim iqlim şəraitini nəzərə alaraq, günəşin miqdarını və gücünü nəzərə alaraq mütləq geniş kronaya məxsus olan ağaclar olmalıdır. Yəni, həmin dediyiniz qubernator bağı vaxtilə salınanda mən onu görməmişəm. Mənim valideynlərim danışırdı ki, onların uşaqlığında orada armud ağacları, alma ağacları, albalı ağacları və sair alma ağacları çox olur. Vaxt getdikcə onlar azalıb, daha çox, məsəl üçün, şabalat ağacları əkilir. Bəli, özdə şabalat çiçəkləyəndə çox gözəl görünür orada. Sonra meymun çörəyi deyirlər, o növ ağaclar və digər ağaclar. Çinarlar. Bəli, çinarın tozu var. O allergiya gətirə bilir insanlardan. Amma Abşeronun gözəlliyi çinardır. Yəni, o qoca çınar deyiləndə, yəni Bakını çınarsız təsəvvür etmək, mən şəxsən təsəvvür etmirəm. Şam ağacları, Eldar şamı. Yəni, bax, məsəl üçün mən deyim, çox sevindirici bir hal idi. Gənclik Parkı tərəfindən, IDEA deməli təşkilatı tərəfindən çox gözəl park salonunda təzələndi. 600-dən çox ədəd ağaclar əkildi və mənə nə xoş olmuşdu. Deməli, bizim zooloji parkdan təzə deməli doğulmuş və artıq böyümüş dələlər buraxıldı o parka. Aynen güzel. Yəni sırf ekoloji sistem baxımından hər şey nəzərə alındı. Əgər biz müqayisə etsək 70-ci, 80-cı illərlə, mənim uşaqlığım imkan verir ki, mən 80-ci, 90-cı illərdən danışım. 70-ci illəri görməmişəm, amma şəkillərdə biz görürük ki, yaşıllıq daha çox idi.
Bəli, fakt olaraq Bakıda yaşıllıq daha çox idi. Bu gün yaşıllığın sayı xeyli azalıb. Amma yəni xüsusi bir müddət lazımdır. Çünki hardasa 15-20 il bundan qabaq ağac əkmələr başlayanda, meşə zolaqları salananda başlayanda bunu edirdilər, amma onun sulanma məsələsini heç kəs nəzərə almırdı və bir müddətdən sonra o həmin əkilən ağaclar hamısı quruyurdu, məhv olurdu. İndi şükür olsun ki, bu suvarma sistemləri nəzərə alınır, xüsusi olaraq damcı sistemləri, müasir sistemlər, ağaclar böyüyür. Mən hesab edirəm ki, bizə bir balaca müddət lazımdır və bütün vaxt bu ağac əkmə aksiyaları nəticəsində əkilən ağaclar, introduksiya olunan gələn ağaclara da mən etiraz etmirəm. Yəni onların da bir gözəlliyi var, amma yenə deyirəm, xüsusi yerlərdə və o şərtlə ki, həmən əraziyə məxsus öz bitkiləri məhv olmamaq şərtilə. Yəni kəsilib nəyinsə yerinə palma əkmək, bu belə deyim də həm daxili mədəniyyətin biraz aşağı səviyyəsini göstərir, həm də ümumiyyətlə onu edən insanların bu ərazinin gözəlliyini və məhsusluğunu tam anlamadığından olunur. Amma ümumi, əlbəttə ki, bugün sevindirici haldır ki, çoxsaylı parklar, demək olar ki, Bakının hər bir rayonunda hansısa yaşıl park salınıb. Müvafiq olaraq əhali üçün, istirahət üçün ərazilər yaradılır. Həyətlər abadlaşdırılır. İnsanlar xarici gəzib, oradan çox şeyi götürürlər, müsbət şeyi. Məsələn, məni sevindirir. Adi bir belə deyim, heç Bakının mərkəzi yox, kənarlarını gəzəndə biz görürük ki, artıq insanlar balkonun ətrafında bitkilər əkir, hansısa ağac kollar əkir, həyətlərini gözəlləşdirmək istəyir. Yəni, bu müsbət haldır. Mən böyük ümid edirəm ki, yəni, bir müddətdən sonra, hardasa 10 il, 15 il ərzində ən azı biz 70-ci ilin yaşıllıq səviyyəsinə qayıdacağıq. Bəli, məsələn, o ətirşahlar əkilir indi çox eyvanda. Bu çox gözəl görünür. Görüntü baxımından çox gözəldir. Həm də ki, Avropanın bir çox şəhərlərində də bu mədəniyyət var da. İnsanlar mütləq öz pəncərələri önündə ətirşahlar əkirlər. Ətirşah həm çox belə qayğı tələb eləməyən bitkidir. Sözünüzü mən də çox sevirəm o bitkini. Yəni suyunu töksən vaxtında, hətta suyu da çox sevmir. Yəni günəş işığını sevir. Bu səbəbdən də şəhər mühiti üçün çox idealdır. Məsələn, bir müddət mən xatırlayıram ki, oleandr kolları haqqında belə səhv bir fikir formalaşmışdı ki, onlar zəhərlidirlər, amma sizə kim deyir ki, gedin bitkini yeyin? Yəni oleandr kolunu niyə yeyəsən? Onun ancaq nəzərdə tutulur ki, oleandrlar elə yerdə əkilməlidir ki, tam hələ anlamayan balaca uşaqların 4-5 yaş, onların çiçəklərinə yəni imkanı olmasın, əli çatmasın. Amma oleandrlar əslində çox gözəl bitkidir və həqiqətən Bakıya gözəllik verirdi. Ümumiyyətlə, bilirsiniz, nəyisə tam ancaq bir mənfi baxımdan yanaşmaq hansısa bitkiyə, mən ona etiraz edirəm. Çünki bir botanik kimi üçün, mənim üçün kaktusdan başlayaraq dəvə ayağına qədər hər bir bitki gözəldir. Çünki hər bir bitkinin çiçəkləmə dövrü var, çiçək açma dövrü var. Hər bir insanın özünə məxsus olan gözəlliyi kimi gözəl olmayan insan yoxdur. Hər insanın hansısa bir müsbət gözəllik tərəfləri var. Eyni cürdə hər bir bitkinin özünə məxsus olan bir gözəlliyi var və hansısa bitkini məhv etmək ki, yox, bu yaxşı deyil, bu yanaşma da düz deyil mənim baxımdan. Yəni, sadəcə olaraq hər bir bitki öz yerində, öz vaxtında əkilməlidir, becərilməlidir və sevgi görməlidir. Və ona düzgün qulluq olunmalıdır. Mütləq. Mən ona görə dedim ki, yəni suvarma sistemləri mütləq nəzərə alınmalıdır. Hansısa ağac əkmə aksiyalarını keçirdən təşkilatlar da vardı. Gəlin bunu gizlətməyib, bu heç kəsin sir deyil. Bu gün ağac əkdilər, PR aksiya keçirdilər, özlərini göstərdilər. Amma sabah gəlib bir maraqlanmırlar ki, bu ağacların aqibəti nə oldu? Mənim üçün çox xoş hadisədir ki, məhz IDEA təşkilatının fəaliyyəti demək olar ki, Azərbaycanda bütün təşkilatlar üçün bir nümunə oldu. Çünki həmən təşkilat bütün fəaliyyətin nədən ibarət idi? Bugün nəsə eləyirdilər, sabahı da, bürsü günü də, bir aydan sonra da daimi o ərazilər nəzarətdə idi və çiçəklənirdi, yaşayırdı. Bu da bir nümunə oldu. Bilirsiniz, əslində bu maariflənmənin bir növüdür. Nümunə göstərmək, düzgün nümunə göstərmək. Bu özünə görə bir maariflənmədir. Və bu təşkilat, mən deyərdim ki, hansısa dövlət təşkilatları ilə bərabər ekoloji maarifləndirməni respublikada aparır. Görün, nə qədər gənclər cəlb olunur bu işə. Artıq gənc yaşından, 15, 16, 20 yaşından olan uşaq biləndə ki, dəniz kənarını yığışdırmaq nə zülümdür, özü heç vaxt o zibilə atmaz. Nə qədər plastik zibillər atılırdı. Bax, həmən mövzuya gəlirik də, plastik zibilləmə ilə bağlı. Həzər
ətrafı plyajlar sezon qutaranda təmizlənmə aksiyaları keçirilir. IDEA, Ekologiya Təbii Sərvətlər Nazirliyi, digər bizim ekoloji təşkilatlarımız və hansı biz bunu da insan eləyib. Bu özümüz eləyirik. Yəni həm torpağı çirkləndiririk biz mikroplastiklə, həm bitkilər aləmində, həm heyvanları. Plastik tullantılar torpaqda 800 il, suda 400 il parçalanmır. Dünyada 5 dənə plastik tullantı ada var. İkisi Sakit Okeanda, ikisi Atlantik Okeanda, biri Hindistan Okeanında, Hind Okeanında. Artıq yəni, ada tamamilə yaranıb. Plastik tullantılardan ibarət ada yaranıb. Bəli, görün orada neçə tonlarla plastik tonlarla var və məsələn çox sevindirici bir haldır ki, onu düzgün istifadə edənlər də var. Məsəl üçün Londonda 3 dizayner Charles Duff, William Gabbins və Billy Trevor Temza çayından, La Manche'dan və Atlantik okeandan yığılan tullantıları ayaqqabı emalı üçün istifadə edir. Bəli. ABŞ-da Purdue Universitetinin mütəxəssisləri plastikdən deməli plastika yanacağa çevrilən bir üsullar icad ediblər, onu istifadə edirlər. Sonra Barcelona markalı məşhur C2C deyilən eynək brendi var. Onlar məhz həmin tullantılardan eynək hazırlayırlar. Yəni təxminən okeandan 10 kilo yığılan bir plastik tullantıdan bir eynək hazırlanır. Təsəvvür edirsiniz, onlar nə qədər tullantı götürürlər ki, bunu hazırlasınlar. Hətta onların belə bir devizi var idi ki, aldığımız hər bir şey zibildir. Çünki artıq onu biz zibilə çeviririk. Bəli. Və təəssüf ki, mən belə deyərdim də, təsəvvür edin ki, dünya ərzində hər gün 4 trilyon plastik tullantı və polietilen paketlər tullanılır. Siz təsəvvür edirsiniz onun miqdarı. İndi düzdür, hansısa aksiyalar keçirilir. Bizim məsəl üçün bax, iri mağazalarımız çalışdı polietilen paketləri pulla satsınlar. Düzdür, o elə böyük təsir göstərmədi, təəssüf ki, onsuz da yəni. Amma ən azından küçədə uçuşan torbalar azaldı. O xeyli azalıb və məsəl üçün həmin bax aksiyalardan biri olub dünya səviyyəsində kartofdan xüsusi paketlər, kartof qalıqlarından xüsusi deməli torbalar hazırlanır. Məni məsəl üçün çox sevindirdi. Bizim dövlət idarələrinin çoxsunda, təşkilatlarında Asan Xidmət tərəfindən belə bir aksiya keçirilmişdi. Bütün təşkilatlara, bizim Azərbaycan Milli Elmlər Akademiyasına da həmçinin xüsusi karton korobkalar qoyulub kağız zibillər üçün. Makulatura. Bizim uşaqlığımızda makulaturası, məktəblərdə onu yığdı. Bu da belə deyim də yığılan bir makulaturadır. Yəni kağızı artıq zibilə yox, kağızı ayrıca o korobkalara tulluyuruq və onlar bir müddətdən bir qəbul hamısını yığılıb aparılır və təkrar emal olunur. Bəli. Salfetlər hazırlanır, yenidən digər. Yəni istənilən bir şeyə onu emal etmək olar. Təkrar kağıza, hansı salfetlərə və digər şeylərə. Yəni bu sevindirici hallardır. Məsələn, məni çox sevindirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 37 şəhər və rayonda 153 xüsusi konteyner yaradılıb, qoyulub plastik zibil atmaq üçün. Və özüm bir neçə dəfə müşahidə etmişəm ki, balaca uşaqlar keçəndə 9-10 yaşında, 11 yaşında valideynlərdə bəzən tənqid kimi deyirlər ki, biz niyə biz bura bu zibili atmadıq? Biz onu ümumi zibilə atdıq? Yəni bu artıq onu göstərir ki, balaca uşaqlarda belə bu aksiyalar ekoloji şuur yaratmağa başlayır. Çünki bəzən deyirlər ki, ekoloji tərbiyələndirmə məktəb. Yox, məktəb artıq gecdir. O an ki, uşaq ilk dəfə dil açaraq atasından soruşur ki, bu nədir, bu nə bitkidir? Valideyn onun adını deməyə bacarmalıdır. Valideyn onun əhəmiyyətini insan üçün, orqanizm üçün başa salmağa bacarmalıdır. Onun üçün də ilk növbədə valideyn özü tərbiyələndirməlidir ki, gələcək nəsil tərbiyələndirə bilsin. Bax, burada maarifləndirmə gəlir birinci yerə. Əsas məqsədimiz də elə maarifləndirmədir. Tuğba xanım, mən sizə təşəkkürümü bildirirəm. Sizinlə saatlarla söhbət edə bilərdim. Təəssüf ki, efir vaxtı məhduddur. Çox maraqlı söhbətə görə təşəkkür edirəm sizə. Biomüxtəliflik günündə insanları, bizi dinləyənləri bu ekoloji savadlılığa dəvət etdik, maarifləndirdik və ən azı kiçik bir xidmətimiz oldusa da kimsə düşünərək artıq plastik tullantını lazımı yerə atacaqsa, yeri zibilləməyəcəksə, bitkiyə qayğı ilə yanaşacaqsa, nə bilim, akasiya, oleandr ağaclarına, kollarına bir başqa baxışla baxacaqsa, nə xoş bizə. Çox sağ olun. Mən də son olaraq sizə dərin təşəkkürümü bildirirəm. Mən bugün təşəkkürümü bildirirəm ki,
biz fəaliyyət göstərdiyimiz Azərbaycan Milli Elmlər Akademiyasının Biologiya və Tibb Elmləri bölməsi, Azərbaycan Respublikası Elm Təhsil Nazirliyinin Botanika İnstitutu, Molekulyar Biologiya, Biotexnologiya İnstitutu, Zoologiya İnstitutları və digər institutlar bu gün biomüxtəlifliyi qorumaq üçün bacardığı qədər maksimal dərəcədə fəaliyyət göstərirlər və mən böyük ümid edirəm ki, yəni məndən sonra da başqa qonaqlarımız olacaq verilişlərdə və biz öz tərəfimizdən bacardığımız qədər bu maarifləndirməni davam edəcəyik. Çox sağ olun. Təşəkkür edirəm sizə. Dəvətə görə. Fəaliyyətinizdə uğurlar arzu edirəm. Çox sağ olun. Minnətdaram çox sağ olun. Qarşılıqlı. Sağ olun. Əziz dinləyicilərimiz, biologiya elmləri doktoru Tubu xanım Qasımzadə bu gün zaman maşınında mənimlə həmsöhbət idi. Biz onunla biomüxtəliflik günündə söhbət etdik. Düşünürəm ki, hər biriniz üçün maraqlı söhbət oldu və Tubu xanım bir sual da var. Verilişimizin ənənəvi sualı istəyirəm onu da sizə ünvanlayım. Zaman maşını ixtira olunsaydı, keçmişə səyahəti seçərdiniz, indiki dövrdə qalardınız, yoxsa gələcək sizə daha maraqlıdır? Çox maraqlı sualdır. Mən ona səmimi cavab vermək istəyərdim. Keçmişə qayıtmaq istəyərdim, bəlkə ona görə ki, kiminsə həyatını xilas edib onu öz həyatımda saxlaya bilim deyə. Hansısa yaxınlarımı, əzizlərimi. Gələcəyə ona görə getmək istəyərdim ki, bəlkə hansısa ekoloji krizis ya ekoloji bir təhlükə gözləyirsə, onun haqqında bilim və bir ekoloq, bir botanik kimi onun qabağını saxlaya bilim. Amma bu iki dənə varlıqdan hansı daha çox üstünlük təşkil edərdi? İndi səmimi ona cavab verə bilmərəm yəqin ki. Amma yəqin ki gələcək. Nə yaxşı. Yəqin ki gələcək. Çox maraqlıdır ki, verilişimizə gələn alimlərin əksəriyyətindən bu cavabı eşidirəm, gələcək. Biz də gələcək maraqlıdır. Hər birimizə təşəkkür edirəm sizə bir də. Çox sağ olun. Əziz dinləyicilərimiz, sabah gün orta saat 1-də yenidən eşidilmək ümidi ilə özünüzə yaxşı baxın, təbiəti məhv etməyin, planetə qulaq asın.